10 və 11-ci siniflər. Ümumiyyətlə, bilirsiniz ki, hər mövzuda mütləq mövzu sonunda sınaq işlənməlidir. Bu sizin mövzunuzun inkişafı üçün mütləq lazımdır. Və biz də sizlər üçün bax belə sərfəli sınaq paketləri və yaxud da sınaq qrupu qurmuşuq. Nə deməkdir? Bax, indi hal-hazırda izləyəcəyin sınaq ki var, nümunə vermişəm. O tipli sınaqlardan, eləcə də blok tipli və qarışıq mövzu tipli sınaqları ya paket şəklində ala bilərsən və ya həftəlik sınaq qrupuna qoşula bilərsən. Həftəlik sınaq qrupunda önəmli olan nədir? Birincisi, aylıq ödənişin çox az olacaq. İkinci isə hər həftə sən qrupa sınaq göndərməklə özünü sınayacaqsan və bilmədiyin sualları da həmən qrupda müzakirə etmək. Deməli, mövzumuz natural ədədlərdir, təbii ki, birinci mövzudur və bu mövzudan olan 25 sınağa baxacağıq səninlə. Gəl görək. Birinci deyir ki, deməli, misalımızda deyir ki, 7 vuraq, bunu dəyişim, 7 vuraq x üstündə 777 üstə gəl 6 tək ədəddir. Və biz buradan əvvəla x-i təyin eləməliyik. Biz bilirik ki, bax, bu ifadə, bu hasil gərək tək olsun. Niyə? Təkin üstünə 6, yəni cütü gəliblər və bizə təki verib. Təyin elədik ki, 7 vuraq x üstü 777 necədir? Təkdir. İndi baxaq ki, bax, bu tək ədədi vurublar hər hansı bir x-a, cavabı tək çıxıbsa, deməli, x üstü 777 də tək ədəddir. Çünki təki təkə vuranda tək edir. İndi qaldı x-in özünü təyin eləmək. Yadımızda saxlayaq ki, x əgər cüt olsaydı, üstünün qüvvətinin nə olur olsun, yenə cavabı cüt çıxır. X tək ədəd olsa, üstünün qüvvətinin nə olur olsun, yenə cavabı tək çıxır. Deməli, burada tək çıxıbsa, x-imiz necə ədəd imiş? Tək ədəd imiş. İndi x-a bir tək ədəd mənimsətməklə cavablarda, cavab seçənəklərində yerinə yazmaqla biz hansı ifadənin cüt olduğuna araşdıracağıq. X-in yerinə heç uzağa getmirik. 1 qoyuram. Gəlin yoxlayaq. Burada x-in yerinə 1 qoyanda cavabımız 23 eləyəcək. Bizə lazım deyil. Bizə lazımdır cüt olsun. B bəndində x-in yerinə 1 qoyduqda 5-dir, lazım deyil. Bizə cüt lazımdır. 1 qoyduqda 25 lazım deyil. 1 qoyduqda 18, daha doğrusu 18 yox, 8. Bəli. Cavabımız olacaq D variantı. Növbəti suala baxaq. Ədədləri əbubu 12 olarsa, yəni bu bilirsiniz nə deməkdir? Əbub 23 plus A ilə 37 minus A-nın cavabı 12-dir. Bu sənə onu deyir. Sonra deyir ki, A-nın yerinə aşağıdakılardan hansı yazıla bilər? Elə cavabları yoxlayaq. A cavabında 1 qoyublarsa, deməli mənim əbubum alınacaq 24-ün, burada isə 1 qoyanda 36-ya. Təbii ki də 24 və 36-nın əbubu nə imiş? 12 imiş. Elə cavabımız A variantı verir. Üçüncü tapşırığa baxırıq. A ədədini 5-ə tam böldükdə qalıqda 3 alınır. Bax, bu nə deməkdir? A bölünsün 5 deyil yəni. Qalıqda burada məsələn hər hansı bir ədəd alınır. Tutaq ki, olsun, nə bilim, S ədədi və qalıqda da deyir 3 alınır. Buna görə aşağıdakılardan hansı 5-ə tam bölünür? İndi biz əvvəla A-nı təyin eləməliyik ki, A elə bir ədəd olsun ki, 5-ə böləndə qalıqda 3 alınsın. Yadınızda saxlayın, belə hallarda biz elə qalıqla işləyirik. Yəni, A-nın özünü elə qalıq kimi götürə bilərsən. Niyə? Çünki həqiqətən də 3-ü 5-ə böləndə yenə də qalıq 3 kimi qalır o yüzdən. İndi A-nı 3 götürdünsə, cavablara baxaraq hansı cavabın 5-ə tam bölünəcəyini tapaq. A bəndi təbii ki, ödəmir. B bəndində ödəmir. C variantı ödəmir. D-yə baxaq. 3 vur, 3 üstə gəl, 3 ödəmir. Bura baxsaq, 3 vur, 2, 6, çıx 6, 0. Bəli, 0 axı bütün ədədlərə tam bölündüyünə görə, ona görə cavabımız olur Y variantı. Dördüncü suala baxaq. Deməli, 24 və x-in əbubu 6-dır. Deyir, x aşağıdakılardan hansı ola bilməz? Gəlin baxaq. Məsələn, 30 olsaydı, 30 və 24-ün əbubu 6-dırmı? Bəli. 42 olsaydı, 42 və 24-ün əbubu 6-dırmı? Bəli. 6 olsa, bəli, 6-dır. 60-a baxırıq. 24 və, baxın, 24 və 60-ın əbubu 6 deyil. Neçədir bəs? 12-dir. Ona görə bu ola bilməz.
5-ci sual. X, Y, Z natural ədədləri üçün x vur y 19-dur. X vur z isə 23-dür. Bax, siz burada nəyə fikir verin? 19 necə ədəddir sadə? Bunu yalnız necə yaza bilərsən? Öldürsün özünü, yalnız 1 vur 19-dan başqa cür yaza bilməzsən də, natural ədədlər olaraqdan, düzdürmü? İndi x vur z-i də öldürsün özünü, 1 vur 23-dən başqa bir şey çıxartmayacaq ortağa. Aha, deməli mən buradan təyin elədim ki, hər ikisində x vuruğu ortaqdır, burada da 1 vuruğu ortaqdır. Buradan yəqin ki, siz də nəticə çıxartdıqca, hə, x deməli 1 imiş. 10-da y 19-dur, z isə 23-dür. Və məndən bunların cəmini istəyir, cavab oldu 43. 6-cı suala baxaq. X böl 15 bərabərdir 12, qalıqda A. Yəni, mötərizə daxil yazılan qalıqdır. Bölmə əməlində x-in ən böyük qiymət aldığını bilərək x plus A cəmini tapın. Biz burada bir şeyi bilməliyik, dəyərli şagirdlər, ki, bölən qalıqdan böyük olmalıdır. Deməli, 15 böyük olmalıdır A-dan. Mən A-ya elə bir ədəd mənimsətməliyəm ki, 15-dən kiçik olsun. Və mənə bu x-in də ən böyük qiymətin olduğunu istəyirsə, deməli, mən A-ya da mümkün qədər böyük qiymət verməliyəm. Təbii ki də A-ya neçə verə bilərəm? 14. Onda x-imi tapmaq üçün nə edirdi? Yadımıza salaq. Bölən vurulsun natamam qismət və üstəgəl qalıq, yəni 14. 15 vur 12 180 eləyir, plus 14 də eləyir 194. 7-ci suala baxaq. ABC ədədi 4-ə tam bölünür. Tez 4-ə bölmə əlamətini yadımıza salaq ki, son 2 rəqəm, yəni bu BC 4-ə tam bölünməlidir deməli. Və deyir sonra ki, ABC 0 ədədi aşağıdakılardan hansına həmişə tam bölünür? Biz bu bizdən soruşulan ədədi necə yaza bilərik? ABC vurulsun 10 şəklində yaza bilərik də. Bəli, bəs bu ABC nə idi? Deyirdi ki, 4-ə tam bölünür. Yəni 4-ün bölünəndə desən, mən də onu bir 4K vəziyyətində yaza bilərəm. Vurulsun 10. Deməli, bu ədəd 40 vur K şəklindədir. 40 vur K şəklindədir. Bunu da necə yaza bilərəm? Hətta 8 vurulsun 5K şəklində yaza bilərəm. İndi gəlin baxaq. Bu ədəd mütləq həm 8-ə və həm də 5-ə mütləq bölünəcək. Bu bir, düzdürmü? İndi bu da deyir ki, aşağıdakılardan hansına həmişə tam bölünür? Həmişə bölündüyü ədəd, dediyim kimi, elə vuruqlardan biri 8 desə, garantidir ki, həmişə 8-ə bölünəcək. 8-ci suala baxırıq. 120 ədədi 2, 3 və 5 ədədləri ilə düz mütənasib. Aha, düz mütənasib deyən kimi biz nə edirdik yadımıza salaq? 2K, 3K və 5K götürürük. Bunların cəmini 120-yə bərabər eləyirik. Buradan eləyir 10K 120 və K da olur 12. Mənə deyir ki, alınan ədədlərdən ən kiçiyini tap. Ən kiçiyi təbii ki də 2K olan ədəddir. Yəni 2 vur 12, onda olacaq 24. 9-cu suala baxaq. Əkob bərabərdir 75-200 olarsa, biz bu kimi misallarda toplu sualıdır bu. X-i əvvəla ortaq vuruq kimi çölə çıxartsaq, qalacaq əkob 2 və 3 bərabərdir. Buradan da 75 və 200-ün əkobunu birinci tapaq. Bu da eləyir 600. Yəni, əkob tapmağı yəqin ki, bilirik. Çünki biz dediyim kimi birinci mövzu işləməliyik, sonra sınavını işləməliyik. Deməli, sınaq işləyirsinizsə, mütləq mövzunu işləyib gəlmişsiniz. Və buradan əkob 2 və 3-ü tapaq. 2 və 3 qarşılıqlı sadə ədəd olduğundan əkob eləyir 6. Onda biz x-i tapmaq üçün 6-ya bölərik. Eləyər nə? 100. 10-cu suala baxaq. 2 rəqəmli AB ədədi üçün AB bərabərdir 3A üstəgəl 4B olarsa A üstəgəl B-ni tapın. Biz buradakı AB üstü xəttini necə açırdıq? 10A üstəgəl B şəklində açırdıq. Bərabərdir 3A üstəgəl 4B. A-ları bir tərəfə, B-ləri bir tərəfə yığaq. Burada qalacaq 7A. Bu isə eləyəcək 3B. İndi bax, belə olan təqdirdə sən A-nı qarşısındakı 3 olaraq götürəcəksən. B-ni isə 7 olaraq götürəcəksən. Onda A üstəgəl B cəmi neçə verəcək? 10 verəcək. 11-ci sualla davam eləyək. Bizə deyir ki, 400 ədədinin neçə mürəkkəb böləni var? Baxın, əziz şagirdlər, bunun üçün biz nə edəcəyik? Əvvəla natural bölənlər sayından çıxacağıq bunun sadə bölənlərini və əlavə
bir dənə də çıxacaq. Niyə bir çıxacaq? Çünki axı 400-ün bölənlər içərisində bir ədədi də var. Bir də nə sadədir, nə mürəkkəbdir deyən. Ona görə biz o 1-i çıxmalıyıq ki, ancaq yerdə mürəkkəb qalsın. İndi gəlin baxaq. Əvvəla 400-ü ayıraq sadə vuruqlarına. Bu eləyəcək 2 üstü 4 vurulsun 5-in kvadratı. İndi bunun natural bölənlərinin sayını tapanda, natural bölənlərin sayını tapanda nə edirdik? Qüvvətləri bir vahid artırırdıq. Yəni 4 idisə oldu 5, digərinin qüvvəti 2 idisə oldu 3. Bunun 15 dənə natural bölən var. Bu bir. Mənə isə ancaq mürəkkəb lazım olduğuna görə, deməli mən bu 15-in içindən sadə bölənləri, sadələr hansılardır? 2-yə bölünüb, bir də 5-ə bölünüb. Bir də cəmi 2 dənə sadə böləni var. Və bir də dedik nəyi çıxırıq? 1-i çıxırıq. Yerdə nə qaldı? 12. 12-ci çalışmaya baxaq. Deyir 12, 15 və 20 ədədlərinə böldükdə qalıqda 4 alınan ən kiçik ədədin rəqəmləri hasilini tap. Biz bunun üçün nə etməliyik? Əvvəla 12, 15 və 23-ün birincidən əkop tapırıq. Bax, bunu yadımızda saxlayaq belə suallarda. Bu da deməli həm 12-yə, həm 15-ə, həm 20-yə bölünən hansı ədəd var? 60-dır da. Aha, deməli bu da oldu 60. Amma mənə deyir ki, qalıqda 4 alınsın. Onda həmən qalığı da mütləq gəlirsən 60-ın üstünə olur 64. Və deyir ki, ən kiçik ədədin rəqəmləri hasilini tap. Yəni 6 vur 4-ü istəyir səndən 24. Yəni tələsib 64 götürmürük. Görürsünüz, cavabda tələdir, 64 də var. Amma sonra oxuyursan ki, səndən əslində rəqəmlərinin hasilini istəyirmiş. 13-ə baxaq. 2 natural ədəddən biri digərinə bölündükdə natamam qismətdə 12 alınır. Bax, nə deməkdir bu? Məsələn, A böl B natamam qismətdə 12 alınır, qalıqda 8, bunu da mötərizədə yazaq. Bölünən natamam qismət və bölənin cəmi, nə deməkdir? Bölünən, yəni A. Natamam qismət, yəni 12. Bir də bölən də B-dir də. Deyir, bunların cəmi 189-dur. Böləni deyir, tapın. Biz ümumiyyətlə bu yazılışdan nə yaza bilərik? A nəyə bərabər idi? 12 vur B, üstə gəl 8 idi də, elə deyil. Onu da mən A-nın yerinə bunu yazsam, burada olacaq 12B üstə gəl 8, üstə gəl davamında 12 plus B var, bərabərdir 189-a. Buradan B-ləri yığıb toplasam, eləyir 13B. 8 ilə 12 20 eləyir. 189-dan da 20 çıxanda 169 eləyir və buradakı B-ni tapanda da olacaq 13. Mənə nə deyirdi tap? Böləni. Bölənimiz də elə B idi də bizim, düzdürmü? Elə yəni tapdığımız bizim bölənimiz oldu. 14-cü sual. Cəmində sadə bölənlərin sayı neçədir? Sadə bölənlər. Bunun üçün biz baxın, ortaq vuruq çıxardırıq. 22, 44, 66-nın üçünün də ortaq vuruğu elə 22-nin kvadratıdır. Nə qalır yerdə? 1 plus, baxın, mən bunu necə yaza bilərəm? 44-ü necə yaza bilərəm? 2 vur 22 yaza bilərəm də, düzdür? Bu da nə deməkdir? 2-nin kvadratı vur 22-nin kvadratı deməkdir. İndi mən 22-nin kvadratını çıxartmışamsa çölə, yerdə nə qaldı? 2-nin kvadratı, yəni 4 qaldı. Plus. Eyni şeyi burada da eləyəcəm. Yəni mən 66-nın kvadratını 3 vur 22-nin kvadratı kimi yazacağam. Bu da həm 3-ün kvadratı, həm 22-nin kvadratı deməkdir deyən. 22-nin kvadratını da mötərizə xaricinə çıxartdığımıza görə burada yerdə qalacaq 3-ün kvadratı, yəni 9. İndi baxaq. Bax, burası eləyir məndə 14, düzdürmü? 22-ni necə yaza bilərəm? 2 vur 11 kimi yazaram. Kvadrat olduğuna görə hər birinin qüvvətində 2 yazaram. Burada neçə dedik yarandı? 14 yarandı. 14-ü necə yaza bilərəm? 2 vur 7 kimi yaza bilərəm. İndi mənə deyir ki, sadə bölənlərin sayı hansı sadə ədədlərə bölünüb ki? Bax, 2-yə bölünüb, sonra 11-ə bölünüb, sonra 7-yə bölünüb. Yəni, bu 2 təkrardır, yəni saymadım da. Neçə dənə oldu? 3 dənə oldu. Davam edirik 15 ilə. Rəfdəki kitablara 5 dənəsi əlavə olunduqda həmin kitabları 3-3, 5-5 və 7-7 qruplaşdırmaq olur. Əvvəlcə rəfdə ən azı neçə kitab var? Deməli, bax, bu bizə deyir ki, yəni 3-3, 5-5, 7-7 qruplaşdıra bilirəmsə, onda mən bunların birinci əşobunu tapım ki, görüm hansı ədəddir ki, həm 3-ə, həm 5-ə, həm 7-yə bölünür. Bunlar təbii ki də qarşılıqlı sadə ədədlər olduğundan bunların hasili yazılacaq. Deməli, 15, 7 var, neçə edir? 105. Aha, 105 ədədi, yəni 105 olsaydı,
Mən bunları bu cür qruplaşdıra bilərdim. Amma bu 105-i necə alıb dəyərli şagirdlər? 105-i 5 dənəsini əlavə eləyəndən sonra alıb. Amma mənə deyir ki, əvvəlcə, yəni deyir mən 5 dənəni əlavə eləməsəydim, onda təbii ki də mən 105-dən əlavə olunan 5-i çıxaram, yerdə qalar 100 dənə. Deməli, əvvəlcə neçə kitab var imiş? 100 kitab var imiş. 16-cı suala baxaq. Deyir, x-in neçə tam qiymətində bu ifadə natural ədəddir. Bax, belə suallar çox olur və biz bu kimi suallarda sürətin hər bir həddini məxrəcə ayrı-ayrılıqda bölürük. Onda 3x bölü x çıxılsın 12 bölü x yazmış oluruq, dəyərli şagird. Və burada qalır 3 çıxılsın 12 bölü x. İndi, bax, bizim payımıza düşən nədir burada? Biz x-a elə tam qiymət qoymalıyıq ki, tam nə deməkdir? Həm müsbət, həm mənfi ola bilər. Və təbii ki də sıfırdan fərqlidir. Və nəticə isə natural olsun. Yəni 3-dən bu cavabı çıxanda cavab natural olsun. İndi gəl baxaq biz x-a hansı ədədləri qoya bilərik? Təbii ki də 12-ni bölənlərini yazacağıq. Yəni ya 1, ya 2, ya 3, ya 4, ya 6, ya 12 və eləcə də bunların mənfiləri yazılmalıdır. Çünki bizə tam deyir. İndi gəl bir-bir yoxlayaq. 1 yazsaydıq 12 böl 1 12 eləyir. 3-dən 12 çıxanda natural eləmir. Deməli, 1 yaza bilmərəm. Bəs mənfi 1 yaza bilərdimmi? Bəli. Çünki 12 böl mənfi 1, mənfi 12 eləyir. Qarşıda da bir mənfi var deyən. Burada 3 üstə gəl 12 alınır. Yəni, cavab natural çıxır. Deməli, mənfi 1-i götürürəm. 2-yə baxıram. 12 böl 2, 6 eləyir. 3-dən 6 çıxsaydı mənfi alınacaq. Yəni, natural alınmayacaq. 2-ni qoya bilmərəm. Amma təbii ki də mənfi 2-ni qoya bilərəm. Çünki orada üstə gəlmə yaranacaq və natural olacaq. 3 qoya bilərikmi? Gəlin baxaq. 12-ni 3-ə böləndə 4, 3-dən 4 çıxanda mənfi olacaq. Olmaz. Amma mənfi 3 təbii ki də ola bilər. Çünki orada 3 üstə gəl əmələ gələcək. 4-ə yoxlayıram. 4-ü yerinə yazsam 12 böl 4 3 eləyir. 3-dən 3 çıxanda 0. Natural ədəd eləmir. Deməli 4 də mənim işimə yaramır. Amma mənfi 4 yarayır. 6 qoya bilirəm. Bəli, ödəyir. 12 qoya bilirəm, ödəyir. Eləcə də mənfi 6 və mənfi 12 ədədləri ödəyir. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə edir. Cavab 8. 17-ci suala baxırıq. A və B natural ədədlərinin ortaq olmayan sadə vuruqlarının hasili, yəni biz bildiyimiz C 40 veriblər bizə. Sadəcə cümləni dolayı veriblər. Və əbob da 3-dür. Baxın, əbobun dediyimiz kimi gözəl bir xüsusiyyəti var ki, buradakı hər bir ədəd 3-ün bölünənidir. Deməli, A-nı yaza bilərsən 3K, B-ni yaza bilərsən 3M vəziyyətində, amma K və M qarşılıqlı sadə ədədlər olmaq şərti ilə. Aha, indi baxın, deyir ki, AB hasilini tapan. Heç bu ehtiyac yoxdur buna. Heç bunu belə yazmıram. Baxın necə yazıram. Mən bilirəm ki, əbobun düsturu var. Əbobun kvadratı nəyə bərabər idi? A vur B böl C-yə bərabər idi. Onda əbobu bilirəm, 3 kvadratı oldu 9. A vur B-ni bilmirəm. C-ni də bilirəm, 40-dır. Onda A vur B nəyə bərabərdir? 9-u 40-a vuracam, 360-a bərabərdir. 18-ə baxırıq. 5 tam 1000-də 508 böl 0 tam %27 çıxsın 5,3 ifadəsinin qiymətini tapın. Sadə bir hesablamadır, yəqin ki, hamınız öhdəsindən gələrsiniz. Və burada rahat bir yollardan biri də vergülü silsən, buradakı vergülü 2 vahid sürüşdürürsən sağa doğru, böl 27 şəklində yaza bilərsən və çıxılsın 5,3 yazaq. Bunu bölmə zamanı 20,4 eləyir və buradan da 5,3'ü çıxaq. 4-dən 3-ün çıxdım, 1 vergülü yazdım və 20-dən də 5-in çıxdım, elədi 15,1. 19-cu suala baxaq. 147 ədədinin müxtəlif sadə bölənlərinin cəmini istəyir bizdən. 147 ədədini sadə vuruqlarına ayıraq. Təbii ki də sadə ədədlərdən 2-yə bölünmür, 3-ə bölünür. 3-ə bölsək cavabımız eləyəcək, deməli 20, daha doğrusu 3-ə bölsək, burada nə qalır? Deməli 4 dəfə düşür, o da 9. Aha, 49. Sonra 49-u necə yaza bilərik? Bəs 7-nin kvadratı. Deməli, biz 147 ədədini
bu şəkildə yaza bilərik. İndi mənə deyir ki, müxtəlif sadə bölənlərin hansı sadə ədədlərə bölündü? 3-ə bölündü, bir də 7-yə bölündü də və məndən də onların cəmini istəyirdi. 20-ci sual. A-nın hansı qiymətində bu ədəd 2, 3, 4-ə qalıqsız bölünər? Aha. Əvvəla tez 4-dən başlayıram. Çünki son 2 rəqəmin əmələ gətirdiyi ədəd 4-ə bölünürsə, deməli bu ədəd tam 4-ə bölünür. İndi biz son A-ya elə bir qiymət qoyaq ki, həm də cüt olmalıdır. Çünki burada 2-yə də bölmə əlaməti olmalıdır. Sonra 3-ə bölmə əlamətini biz yazarıq. İndi A-nın birinci əlbəttə ki, qiyməti 2 ola bilər. Çünki son 72 olsun ki, 4-ə bölmə əlamətini ödəsin, ödəyir. 2-yə bölmə əlamətini ödəyirmi? Bəli, sonu cüt olacaq axı. 2 qoyduq bura, bəli. Və indi 3-ə bölmə əlamətini də yoxlayaq. Bunun üçün buradakı rəqəmləri əlbəttə ki, toplamalıyıq. Görək ki, 3-ə qalıqsız bölünəcəkmi? Deməli, burada 3-ə bölünmür. Təəssüf ki, düzdürmü? Çünki 9, 11. Aha, 3-ə bölünmür. Onda ədədi A ədədinin başqa bir ədədlə əvəz edirik. Neçə olacaq? A-nı 6 olaraq yoxlayaq bu dəfə. A-nı 6 olaraq yoxlayaq. 4-ə bölünürmü? 76. Bəli, bölünür. Yaxşı, 2-yə bölünürmü? Bəli, sonu cütlü bölünür. Bəs 3-ə bölmə? Onda yoxlayaq. 2 plus 0 plus 7 plus 6. Bu da eləyir 15. Bəli, 3-ə bölünür. Deməli, A-nın hansı qiymətində? A-nın 6 qiymətində. Davam eləyək 21-ci sual ilə. Deməli, bizə belə bir ifadə verilib və deyir qiymətinin axırıncı rəqəmini tapın. Biz burada bilirsiniz nə prinsipi ilə gedəcəyik? Axırıncı rəqəmlərə baxacağıq. 11-in kvadratı 121 eləyir, sonu 1. Yəni, əvvəli mənə ehtiyacı yoxdur. Bax, çünki axırıncı rəqəmini istəyirək ona görə. 13-ün kvadratı 169 eləyir. Deməli, oradan axırıncı 9-u seçirəm. Bu eləyir 225, sonuncu deməli 5 ilə qutarır, 5-i seçirəm. Bu eləyir 289, yəni sonda 9-u seçirəm. Bu isə eləyir 361, yəni sondakı 1-i seçirəm. Gəlin, indi baxaq. Bax, 1, 9, bu elədi 10. 1, 9, bu elədi 10, 0, 0, bir də 5. Deməli, sonuncu rəqəmimiz nə ilə bitəcək? 5 ilə bitəcək. Bunu belə eləyim, bərabər yazmayayım. 22-yə baxaq. 4 ardıcıl tək natural ədədin cəminə 4 əlavə edib alınan cəmi 12-yə bölsək 5 alınar. Ən kiçik ədəd hansıdır? Gəlin bir eləyək də bax. Birinci ədədimiz x olsun. Ardıcıl tək deyir də. O birisi x üstə gəl 2, o birisi x üstə gəl 4, o birisi x üstə gəl 6. Bunların cəmi 4x üstə gəl 12 eləyir. Bunu deyir üzərinə 4 əlavə elə eləyək. Bu əmələ gəlir 4x üstə gəl 16 və sonra deyir ki, cəmi 12-yə bölsək 5 alınır. Deməli, bu deyir cəmi 12-yə bölsək 5 alınır. Və salam da onda 4x üstə gəl 16 nəyə bərabərdir? 12 vur 5, 60. 4x bərabərdir 60-dan 16 çıxaq. Eləyir 44 və x-i də tapanda eləyir 11. Mənə deyirdi ki, ən kiçik ədədi tap. Ən kiçik ədədimiz elə x idi. Onu da neçə tapdıq? 11 tapdıq. 23-ə baxırıq. A ədədinin natural bölənlərinin sayı 64-dür. Deməli, mən tezcən bunu nə edirəm? 14-ü 2 vurulsun 7 kimi yazıram. Lakin bu üstündəki qüvvət bunların təbii ki də hər birinin üstündə yazılmalıdır. Natural bölənlərin sayı necə tapılırdı? Hər qüvvəti bir vahid artırırdım. Yəni, n üstə gəl 4-dürsə, n üstə gəl 5-ə çevrilir. Bu da n üstə gəl 4-dürsə, n üstə gəl 5-ə çevrilir. Yəni, bu nə əmələ gəlir? N üstə gəl 5-in kvadratı əmələ gəlir. Deyir 64-dür. Aha, bərabərdir 64-də. Təbii ki, n üstə gəl 5 nəyə bərabər imiş ki, kvadratı 64 eləyib 8-ə. N nəyə bərabər imiş? 3-ə bərabərdir. Burada n natural olduğuna görə mən bunun mənfi versiyasına zaten baxmadım. 24-ə baxaq. Məşhur sualdır. Bu kimi suallarda biz içərdən ortaq vuruq çıxardacağıq. Necə çıxardacağıq? 8n kvadrat üstə gəl 6n-dən 2n-i çıxartsam, burada qalacaq 4n üstə gəl 3. Buradan da 2n-i çıxartsam, burada olacaq 4n üstə gəl 5. İndi bu iki yazılışdan da 2n-i ortaq vuruq çıxardıram. Çölə qalır nə? Baxın, 2n, əbob,
İçəridə 4n üstəgəl 3 və 4n üstəgəl 5. Bunlar təbii ki də qarşılıqlı sadə ədədlərdir, çünki ardıcıl tək ədədlərdir o yüzdən. Və bunların əbubu biz bilirik ki 1 verir. Bərabərdir 14 yazıblar. Deməli 2n 14 oldu. N özü neçə oldu? 7 oldu. Həmən 7-ni gətirib burada yerinə də yaza bilərsən və ya ortaq vuruq da çıxarda bilərsən. Amma mən yerinə yazacağam, çünki daha rahatdır. Və yaxud da yox, gəlin elə ortaq vuruq çıxardacağam. Baxın, nə edəcəm? N kvadratı üstəgəl n-i, n vurulsun, n üstəgəl 1 yazıram. Bunu da n vurulsun, n üstəgəl 2 yazıram. Elə deyil. Burada da əkobumuz var da bizim. İndi buradan bu n-ləri ortaq vuruq çıxardacağam. Nə qalacaq içəridə? N üstəgəl 1 və n üstəgəl 2 qalacaq. N'imiz də neçə idi bayaq? 7 idi də. Deməli, bax, çöldə 7, içəridə əkob. 7-ni yerinə yazsam, bura 8 eləyir, bura 9 eləyir. 8 ilə 9-un əkobu bilirik axı 72 eləyir. Deməli, 72-ni neçəyə vurmalı olmalıyam? 7-yə vurmalı olmalıyam. O da eləyir, deməli, 504. Və 25-ci sual. Bizə belə bir 3 rəqəmli ədədlər veriləndə biz bunları mərtəbə cəmi şəklində yazsaq. Bu eləyir 100A. Sonra ikinci yerdəki eləyir 10B, çünki onluğu ifadə eləyir. Və üstəgəl A təkliyi ifadə eləyir. Burada da eynən 100B üstəgəl 10A üstəgəl B şəklində yaza bilərsən. Təbii ki, bir neçə dəfədən sonra şagirdlər artıq bunu əzbərə yaza bilirlər. Deməli, 100A, 1A, bir də burada 10A varsa 111A bu verir. Eynən 111B də o birisi verir. Bərabərdir 999-a. Təbii ki, 111-ə bölsək, A plus B-ni neçə tapmış oluruq? 9 tapırıq. Dəyərli şagirdlər, siz həmçinin bizim ödənişsiz riyaziyyat qrupumuza, yəni riyaziyyat arenası qrupumuza da qoşula bilərsiniz. Burada da həmçinin maraqlı məlumatlar, sınaqlar, yəni əlavə materiallar paylaşılır və orada da aktiv ola bilərsiniz. Eyni zamanda sizə həmçinin nəyə də xeyri ola bilər? Tez-tez mükafatlı yarışlar keçirilir. Həmən o mükafatların sahibi siz də ola bilərsiniz. Sadəcə QR kodu oxudun və qrupa qoşulun. Bu isə ikinci qruplar üçün ən önəmli vəsaitlərdən biridir. İkinci qrupa hazırlaşan şagirdlər sizin üçün 60 situasiya kitabı bir yerə gətirmişəm. Müxtəlif vəsaitlərdən situasiya axtarmağınıza son qoyulacaq. Hamısı bir bu situasiya kitabının içində cəmlənib, amma ən əsası həllər vasitəsilə siz bu